Bu deməli yerüstü muzeydir. Paşa Bağçaları adlanır. Burada xristianlar gəlib burada sığınacaq tapıblar. İlk xristianlıq gələndə bu məkana. Sonra 24-cü ildə Türkiyədə Cumhuriyyət qurulanda burada yaşayan xristianlar Yunanistana köçürlər və oradakı türklər bura köçürlər. Belə bir yer dəyişmə olur. İnsanlar məkanlarını dəyişirlər. Türklər bura gəlir. Buradakı xristianlar da gedirlər Yunanistana. Buranın pəri bacıları deyirlər bura. Deməli 24-cü ildə bura gələn türklər əməli başda burada yaşayırlar. Niyə pəri bacıları? Rəvayətə görə bunları pərilər yaradıb. Bu bir rəvayətdir, mifdir. Güya bunlar pərilərin bacıları olub. Və sonra insanlar gələndə insanlar burada yaşayıb. Yəni burada bu qayalıqların içində evlər olub. 24-cü ildən hardasa 20 il müddətində burada insanlar yaşayıb. Məktəblər olmayıb, infrastruktur olmayıb, amma o zaman yəni kənd adamları olub görünür. Bəlkə də sərfatları da olub, at saxlayıblar. Kapadokya ismini də Fars dilindən alıb, at sözünə bağlıdır. Ona görə bu yerdə çoxlu atlar da olub. Çox maraqlı pəri bacıları. Bir maraqlı fakt da bütün bu qayaların eyni və bənzər formada olmasıdır. Bunlar hamısı sanki başı papaqlı, dik belə papaq koymuş adamlara bənzəyir. Yəni simvollara bənzəyir. Hamısının baş hissəsi eynidir. Elə bir bunu yonub düzəldiblər. Amma bunların heç birinə insan əli toxunmuyub. Yəni Allah'tan yaranışı nəticə odur. Sadəcə zaman, vulkanlar, təbiət hadisələri. Burada tektonik zona deyil. Burada zəlzələlər olmuyor. Amma vulkanlar olub, torpaq sürüşmələr olub. Təbii ki, yağışlar olub, küləklər olub. Və onların nəticəsində belə bir qeyri-adi mənzərə əmələ gəlib. Və insanlar əsrlərdir, illərdir, yəni gəlib bu gözəlliyə baxırlar. Amma bunun yaşı milyon illərdir söylədilər. Milyon illər. Misir ehramlarından bu pəri bacılarının fərqi nədir? O ehramları insanlar tikib. Bunu isə insan tikməyib. Bu Allahın yaratdığıdır. Çox belə möcüzəlidir, nağılvari. Elə bir böyük bir dekorasiyadır. Teatrdasan, dekorasiyalar qurulub. Amma bu dekorasiya hamısı təbiidir. İndi o mağaranın içine girmək istəyirəm. Və istəyirəm siz də görəsiniz. İnanılmaz bir yer. Ona görə inanılmaz ki bu Allah'ın yarattığıdır. Şükür sana güzel Allah. İnsanoğlu həmişə möcüzələrə inanır və bəzən daşdan, divardan imdad diləyir. Öz arzularına, niyyətlərini gerçəkləşdirmək üçün daşa, divara inanır və imdad diləyir. Dünyanın çox yerində belə şeylər görmüşük. Var yəni və burada da onun şahidi oldum ki, baxın sizə də göstərəcəm. Bura belə bir ip bağlayıblar. İnançdır bu. Təbii ki, inançlardır bu. Hansısa niyyət tutub, arzu edib belə iplər bağlayırlar. Mən bunlara inanmadığım üçün ümumiyyətlə heç bir qeyri-adi, qeyri-təbii, məntiq olmayan axına inanmadığım üçün belə buna eləmirəm. Amma kim inanırsa da inanır. Amma burası çox gözəldir. Yəni mən ilahi ədalətə inanıram və dünyanı idarə edən bumerang qanununa inanıram ki, niyyətin təmizdirsə, heç kəsə pisliyi arzulamırsansa, inşallah
O hər hansı pisliklər sənə həyat boyu üstünə gəlmir. Yaxşılıq arzulayırsansa, qazandığın da yaxşılıq olur. Bura Zədvə muzeyidir. Zədvə. Bax, burada həmin xristianların evləri və kilsələri var. İndi gedib o evlərin içinə də baxacağıq. Burada çox qəribə bir vadidir. Və bu vadidə xristianlar toplum şəkildə yaşayıblar ta ki Cumhuriyyət qurulana qədər. Dünyanın ən unikal yerlərindən biridir. Pəri bacaları adlanır bunlar. Vulkanik mənşəlidir. Vulkanlardan əmələ gəlib, sonra insanlar həmin bu vulkan mənşəli qayalarda üzərinə evlər qurublar, bunun içində yaşayıblar. Və bir maraqlı fakt da budur ki, zaman keçdikcə burada yenilər əmələ gəlir. Bunlar dağılır və yenilər əmələ gəlir. Çox qəribə, bu torpağın belə bir xüsusiyyəti var. Zaman keçdikcə belə qayalıqlar peyda olur. Çox gözəldir yəni. Həmin o pəri bacalarının içindəyik. Bax, burada insanlar yaşayıb. Burada insanlar yaşayıb. Kilsələr də burada olub. Və bunun içinə də girmək olur, amma çox çətindir. Pəncərələr olub, ibadət yerləri olub. Çox maraqlıdır. Son dərəcə. Necə burada yaşayıblar qışda, yayda, kondisionersiz, ataplenyasız. Necə düşüb çıxıblar, pilləkənləri bu olub. İnanılmaz gözəllikdə bir yer. İnanılmaz. İndi bu adam buradan yıkılsa düz mənim üstümə gəlecək. Ay Allah, mən qaçdım. Adam gör nə eləyir. Gələcəksən yerə. Bir maraqlı fakt da, bütün bu qayaların eyni və bənzər formada olmasıdır. Bunlar hamısı sanki başı papaqlı, dik belə papaq koymuş adamlara bənzəyir. Yəni simvollara bənzəyir. Hamısının baş hissəsi eynidir. Elə bir bunu yonub düzəldiblər. Amma bunların heç birinə insan əli toxunmuyub. Yəni Allah'tan yaranışı nədirsə odur. Sadəcə zaman, vulkanlar, təbiət hadisələri. Burada tektonik zona deyil. Burada zəlzələlər olmuyor. Amma vulkanlar olub, torpaq sürüşmələr olub. Təbii ki, yağışlar olub, küləklər olub. Və onların nəticəsində belə bir qeyri-adi mənzərə əmələ gəlib. Və insanlar əsrlərdir, illərdir, yəni gəlib bu gözəlliyə baxırlar. Amma bunun yaşı milyon illərdir söylədilər. Milyon illər. Hər məkan atkrizkadır, elə bil, açıqcadır sanki. Rəsm əsəridir. Hər məkan. Foto üçün məkan seçmək çox çətindir, çünki hər biri gözəldir. Hər biri gözəldir.